18 iyun tarixindən etibarən start verilən təhsil verənlərin sertifikatlaşdırılması prosesinin bugün 4-cü günü yaşanır və bugün kimya, biologiya fənni üzrə imtahan verəcək müəllimlərimiz az sonra imtahan prosesində iştirak edəcəklər. Bütün müəllimlərimizə uğurlar arzu edirik. Sabrat qəsəbəsindəki 307 nömrəli məktəbin biologiya müəllimiyəm. 57 bal topladım, normal idi imtahan. Əsədullayev Əli İntiqamoğlu, 14 nömrəli məktəbdən qatılıram. Biologiya fənnindən qatılmışdım. 53 bal yığdım. Özüm Arzu Gözəlova, biologiya müəllimiyəm, 56 bal. Qurbanova Dürdanə, 166 saylı məktəb liseyin kimya müəllimiyəm. Ümumi balım 54 bal oldu. Normal da var idi, çətin də var idi, asan da var idi. Kərimova Nigar Abbasəli qızı, fənnim kimya, balım 52 bal. Quliyeva Fəridə Şakir qızı, 114 nömrəli tam orta məktəbin biologiya müəllimi. Biologiya üzrə imtahanda iştirak etdim, 58 bal yığdım. Suallar normal səviyyədə idi, yazıla biləcək bir suallar idi. Məmmədova Nərgiz adım, 137 nömrəli məktəbdən iştirak edirəm. 51 bal topladım, amma çox çətin idi. Hansı fən? Kimya fənni. Məmmədova Savad, 336 saylı məktəbin biologiya müəlliməsiyəm. 55 bal oldu. Mən Məmmədova Leyla, 112 nömrəli tam orta məktəbdən gəlmişəm. İxtisasım biologiya müəlliməliyi idi. 53 bal topladım. Balımdan razıyam. Daha yaxşı ola bilərdi əslində.